İrəvan Bakının illərdir dediyi məsələni nəhayət anladı. Danışıqlarda vasitəçi istəmirlər. Ermənistan-Azərbaycan danışıqları məhz iki tərəfli formatda, xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib. Reportun məlumatına görə bunu Türkiyə kütləvi informasiya vasitələrinin müsahibəsində Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. O xatırladıb ki, nizamlanma prosesində Rusiya, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı da daxil olmaqla çoxsaylı vasitəçilər və yardımcı tərəflər iştirak edib. Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa iki tərəfli dialoq formatında nail olunub. Cənubi Qafqazda sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasında maraqlı olan bütün ölkələrin bu prosesdə bu və ya digər şəkildə iştirakı mümkündür. Konkret danışıqlara gəldikdə biz tək iki ölkə bir otaqda olanda danışa bilirik. Birbaşa danışmaq imkanımız, əlaqələrimiz var. Asanlıqla fikir mübadiləsi aparırıq. Başqa sözlə, texniki baxımdan heç bir problemimiz yoxdur. Buna görə də bizə heç bir başqa vasitəçi lazım deyil deyə Mirzoyan bildirib.